Baxın əzizlərim, məni məktəbdə tualetə aparıb arxamdan qapını bağlayıb döyüblər. Məktəbin podvalında döyüblər. Məktəbin koridorunda döyüblər. Məktəbdən kənarda döyüblər. Yəni bu mövzuları məndən yaxşı heç kim bilə bilməz. İndi mən bu videonun olduqca maarifləndirici bir video olduğunu inanıram. Ümid edirəm sizlər üçün də faydalı olar. Bu videonun mövzusu məktəblərdə bullying necə baş verir, onunla bağlı olacaq. Dostuna verib ki, telefonu çək, mən bunu döyürəm, sonra paylaşıblar. Bəli. Danışanda uşağa verib telefonu başqa uşağa deyib ki, çək məni, mən uşağı döyürəm, çək, paylaşarıq, sonra da paylaşıblar. Tovuzda 10-cu sinif şagirdi bıçaqlanıb. Hadisə Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbin 10-cu sinif şagirdi sağ bud nahəsinin kəsilmiş, deşilmiş yarasında xəstəxanaya yerləşdirilib. Bakıda orta məktəbdə şagird döyülüb. Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbdə baş verib. Məktəbin şagirdi 10 yaşlı Məhəmməd Vitaloğlu Budaqov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Bugün bu qəsəbə 1 nömrəli tam orta məktəbində 9-cu sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib. RTV xəbər verir ki, məktəbdən Azərbaycan müəlliminə verilən məlumata görə xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib. Daha sonra xəstəxanaya yönləndirilib. Sər sağ-salamat məktəbə yola salmışım. Onun mən rayondaydım. Xəbər gəldi ki, belə gəldim ki, məktəb bir mərtəbədən ikinci mərtəbəyə qədər Qızıl Ağanın içində. Tərtərin Seydimli kənd məktəbində 11-ci sinif şagirdi döyülüb. Bullying dediyimiz şeydən nədir? Türk dilində çevirsək zorbalamaq. Azərbaycan dilində mən bunun tam olaraq sözlü mənasının necə işləndiyini bilmirəm. Yəni zorbalamaq dediyimiz şey mahiyyət etibarilə nədir? Bir insanı, qadın və yaxud da kişi, fiziki və ya sözlü bir şəkildə təhqir etmək, alçaltmaq, vurmaq və s. bu tipli şeyləri biz zorbalamağa aid edə bilərik. Mən video boyunca buna bullying deyəcəm. Baxın əzizlərim, ilk öncə bu şeyi dəqiqləşdirək. Hər məktəbin baş qoçusu olur. Bu insan məktəbin vəziyyətinə baxan şəxsdir. Yəni məktəbdə baş verən hər bir şeydən bu insanın xəbəri olmalıdır. Bir də bunun yanında balaca qoçuları var. Yəni bu insanlar heç vaxt tək gəzmir, ancaq qrup şəklində olurlar. Yəni sən məktəbdə koridorda bu insanla göz-gözə gələ bilməzsən, ona çiyin ata bilməzsən, o pul verəndə verməlisən. Əksi təqdirdə nə baş verir? Onun radarına düşürsən və səni artıq incitməyə başlayır. Mən çox yaxşı xatırlayıram. Mənim bir sinif yoldaşım var idi və bu insan olduqca savadlı biri idi. Həm də çox kasıb biri idi, atası yox idi, anası ilə qalırdı. Bir gün onunla bağlı çox iyrənc bir şayə yayıldı. Bu şayənin doğru olub olmadığını bilmirəm və məsələmiz bu da deyil. Proses necə davam elədi? Artıq bu insanı məktəbə gəldiyi hər Allahın günü bullying eləməyə başladılar. Yəni incitməyə, həm fiziki olaraq, həm sözəl olaraq, həm də gəlirdilər, ondan pul istəyirdilər, həmən hər gün. Hər ikimizin evi yaxın ərazidə yerləşirdi. Mən çox vaxt evə onunla qayıdırdım. Artıq sonradan onu da edə bilmədim. Məsələn, yol gedəndə qabağımızı kəsirdilər, məni kənara göndərirdilər və başlayırdılar onunla dəqiqələrlə söhbət etməyə. Və o mənə heç vaxt onlarla nə haqqında danışdığını, nə dediyini demədi. Sonralarda davamlı olaraq onun anasının da məktəbə gəldiyini görürdüm. Nəticə etibarilə nə baş verdi? Bu insan artıq məktəbdən ayrılmalı oldu. Yəni bunun hamısının səbəbi ona qarşı edilən o şayə və o şayənin nəticəsində doğuran bullying oldu. Məktəbdən çıxdıqdan sonra da bir də onun haqqında mənfi müsbət heç bir xəbər ala bilmədim. Bu günə qədər də aradan 7-8 il keçib, hələ də bilmirəm bu insan hardadır, nə işlə məşğul olur. Bu videonu niyə görə hazırladım? Həm məktəbdə o baş verən dava məsələsi məni köhnəyə apardı, eyni zamanda bir seriala baxıram. Həmin serialda da məhz bu tipli mövzulara toxunur. Bir qız var, onun haqqında şayələr yayılır, onu sinif yoldaşları və məktəbin digər uşaqları bullying edir və bu bullyinglər nəticəsində o qız həyatına son verir. Yəni olduqca ciddi bir məsələdir. İndi məndə bu bullying prosesi necə baş verdi və mən necə həll etdim, onun haqqında danışacağam. İlk başlarda nə oldu? Məndən pul istəyirdilər, mən də vermirdim. Gəlirdilər mənim sinif yoldaşlarımdan pul alırdılar, mən onlara vermirdim. Artıq yavaş-yavaş onların radarına düşməyə başlamışdım. Koridorda gəzəndə mənə çiyin atırdılar, mən də onlara qarşılıq verdim. O vaxtı idmanla məşğul olurdum. Azdan çoxdan özümə qarşı bir özgüvənim var idi. Amma onlardan qorxurdum, bunu mən boynuma alıram, onlardan çəkinirdim. Çünki onlar həm fizikən məndən üstün idi, həm də sinif olaraq. Bu məsələdə yeniyetmələr arasında elə bir mövqe tutur ki, sən başına gələn şeyi valideynlərinə danışa bilməzsən. Sən danışsan, artıq sənə qarşı insanlar fərqli gözlə baxır. Yəni sənə qız bibi deyirlər, sənə
deyirlər. Bu şəkildə sənin məktəbdə adın çıxır və səndən artıq heç kim dostluq münasibəti qurmaq istəmir. Yəni sistemin özünə baxın. Bu eyni sistem məhz əsgərlikdə də var. İndi əsgərlikdə olanlar yaxşı bilər. Əsgərlikdə də səni döyürlər və sən komandirinə bunu deməməlisən. Dediyin təqdirdə adını qoyurlar suka və hər kəs səndən aralı durmağa başlayır. Bu sistemi kim yaradıb, necə yaradıb, olduqca maraqlıdır. Nəysə dostlar, hər məktəbin özünün bir podvalı var. Bu podvalda kameralar və sair heç nə olmur. Yəni öz başına bir yerdir. Və məhz bu davalar, söz-söhbətlər də tam olaraq o podvalda baş verir. Mən də bir neçə dəfə o podvala yolum düşüb. Podvala gedən proses necədir? O qoçular qrup şəklində sizi aparırlar ora, qolunuzdan tuta-tuta. Və orada siz onun sözlüyü ilə razılaşsaz, bir ehtimal ki, sizi döyməyə bilər, vurmaya bilər. Amma 100% ki, onun sözünlə razılaşmasaz, orada təəssüf ki, döyülürsüz. Orada artıq döyülmək qaçınılmazdır. Bu mənim başıma demək olar hər gün artıq gəlməyə başlayırdı. Koridorda mənə çiyin atırdılar, təpi atırdılar, sumkama vururdular, qarnıma vururdular, dostlarımın yanında məni alçaldırdılar. Hətta bir dəfəsində evə qaydanda arxamıza daş atmışdılar. Daş başımın arxa nahiyəsinə dəymişdi və qan atmışdı. Və dediyim kimi, məsələ mahiyyət etibarilə elədir ki, siz bunu gedib kimsəyə danışa bilmirsiniz. Danışdığınız təqdirdə yenə sizin adınız pisə çıxacaq. Yəni sistem təəssüf ki, bu şəkildə qurulub. İndi yaxşı, bəs mən bu bullying məsələsini tam olaraq necə həll etdim? Deməli, mənim bir idman yoldaşım var idi. Mən o vaxtlar, mənim bu videomu izləyənlər bilir, karate ilə məşğul olmuşam. 7 ildən çox, bir çox nailiyyətim olub. Yəni özümü müdafiə edə bilən bir insanam, amma qrup şəklində sizin üzərinizə gəldikləri təqdirdə sizin demək olar heç bir şansınız yoxdur və məktəb bitənə qədər bu insanlar sizə erişməyə davam edirlər. Çarəyi onda tapdım ki, məşq yoldaşıma bu məsələ haqqında danışım. Çünki o olduqca nüfuzlu bir insan idi. Məktəbdə gənclər arasında tanınırdı, amma onda elə bir şey yox idi ki, gedim kimisə incidim, vurum, xeyr. Tamamilə idmançı tərbiyəsinə sahib idi. Məsələni ona danışdım, dedim ki, bax məni belə incidirlər. Mənim dostumu da belə edib məktəbdən naxırta çıxartdırdılar. İstəmirəm ki, mənim də başıma bunlar gəlsin. Yəni ondan kömək istədim. O da həmin məktəbin qoçuları ilə bir görüş keçirdi. Həmin görüşə də məni dəvət etmədi. Dedi, Azər, mən ora tək gedəcəm. Sən gəldiyin təqdirdə orada artıq dava çıxa bilər, lazım deyil. Mən tək gedib bu məsələni həll eləyəcəm. Çox sağ olsun, o söhbəti etdikdən sonra gəldilər mənim yanıma. Söhbət apardılar və dedilər bundan sonra artıq səninlə heç bir işimiz yoxdur. O gündən sonra artıq mən tamamilə rahat gəzə bildim və onlarla bir də aramızda hər hansısa bir problem baş vermədi. Vallahi indi 24 yaşımda keçmişə qayıtdığım zaman məktəbdə baş verən hadisələrə deyirəm nə ironik şeylər yaşamışıq. Mənasız şeylər yaşamışıq. Yəni nə bilim 20 qəpiyin üstündə dalaşmışıq. Koridorda bunlara bir tərs baxış atmışıq, onun üstündə dalaşmışıq. Nə bilim çiy-çiyinə gəlmişik. Çox ironik şeylərdir, amma təəssüflər olsun ki, bu da bir reallıqdır. Mənim dövrümdə proseslər belə gedirdi. Mən əminəm ki, o sistem, eyni sistem bugünkü gündə də qorunub saxlanılır və bugünkü gündə də həmin şeylər məktəblərdə baş verir. Biz bunu son hadisələrdə görürük də. Məktəbdə saxlanma hadisəsi olur, döyülmə hadisələri olur. Nə bilim biri pəncərədən yıxılır. Bu şeylər gördüyüm qədərilə indiyə qədər də davam edir. İndi mən məsələni öz bildiyim yolla həll etdim və siz necə edə bilərsiniz? Mən tövsiyə edərdim ki, övladınızın üzündə ya da hər hansı bir nahiyəsində morluqlar varsa, deməli məktəbdə bu insanın başına bir şeylər gəlir ya da çox kefi yoxdursa, hər gün məktəbə getmək istəmirsə, mütləq şəkildə ciddi bir formada onunla maraqlanmaq lazımdır və məsələnin mahiyyətini öyrənib gedib müdaxilə eləyin. Əksi təqdirdə bu iş çox pis yerlərə gedə bilər.